Salam hörmətli tamaşaçılar, İki Sahil internet televiziyasının efirində xoş gördük hər birinizi. Hər zaman olduğu kimi bir-birindən maraqlı və aktual mövzularla qarşınızdayıq. Bugün Azərbaycan balanslı siyasət yürüdür. Bu siyasət həm regionda sabitliyi qoruyur, həm də milli maraqlarımızın müdafiəsində dayanır. Bu mövzuda söhbətimizi ekspertimiz Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovla davam etdirəcəyik. Xoş gəlmisiniz Xəyal müəllim. Xoş gördük, təşəkkür edirəm. Xəyal müəllim, 44 günlük müharibə Azərbaycanın xarici siyasətində hansı yeni reallıqları yaratdı və ümumiyyətlə qlobal qütbləşmə Azərbaycanın xarici siyasətinə necə təsir göstərir? Əslində 30 ilə yaxın bir müddət ərzində bizim o keçmiş münaqişəmiz, Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin işğal altında qalması, ərazi bütövlüyünün və suverenliyinin pozulması prosesini aradan qaldırmaq üçün Azərbaycan beynəlxalq aləmdə həm beynəlxalq təsisatlarla, təşkilatlarla, o cümlədən də ayrı-ayrı dövlətlərlə, siyasi fiqurlarla münasibətlərini inkişaf etdirir və beynəlxalq hüququn bizə verdiyi imkanlardan tam şəkildə istifadə edirdi. Amma çox təəssüflər olsun ki, bildiyimiz kimi Azərbaycan danışıqlar yolu ilə öz ərazi bütövlüyünü təmin edə bilmədi. Düşmən heç bir halda Azərbaycanın o haqlı mövqeyini qəbul etmək istəmirdi. Bu baxımdan 2-ci Qarabağ müharibəsi reallaşdı və 44 günlük müharibədən sonra ərazi bütövlüyümüzün böyük miqyasda təmin edilməsi, daha sonra 2023-cü ilin 19-20 sentyabr tarixlərində antiterror tədbirləri və ümumilikdə Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə təmin edilməsi, bütün ərazilərimizdə suverenliyimizin də deməli bərpa edilməsi artıq bizi beynəlxalq aləmdə yeni reallıqları diqqətə çatdırmaq kimi bir missiya ilə üz-üzə qoydu. Və mən düşünürəm ki, əslində Azərbaycan Prezidentinin rəhbərliyi ilə biz bu istiqamətdə çox uğurlu addımlar atdıq. Azərbaycanın ərazi bütövlüyü təmin edilsə də, Azərbaycanın suverenliyi təmin edilsə də, düşmən kapitulyasiyaya məruz qalsa da, bəzi güclər, bəzi dövlətlər və hətta bəzi beynəlxalq təsisatlar bunu qəbul etmək istəmirdilər. Amma Azərbaycan Cənubi Qafqazda bir reallıq formalaşdırmışdı. Ermənistanla ilk ticarət dövriyyəsinin qeydə alınması hansı yeni dövrün başlanğıcı hesab oluna bilər? Artıq biz yeni reallıqlar yaratmışıq və sülh istiqamətində addımlar atırıq və bilirik ki, ən son 8 avqust 2025-ci tarixdə sülh sahəsinin mətni paraflandı ABŞ-da, Vaşinqtonda və ondan sonra artıq Azərbaycan dövləti Ermənistan cəmiyyətinə bir sıra ciddi mesajlar verdi. Bu mesajları biz öz ərazimizdən taxılın, həm Azərbaycanın məhsullarının, neft məhsullarının, o cümlədən də Rusiyanın və Qazaxıstanın taxıl məhsullarının, digər məhsulların Ermənistana daşınması üçün imkan yaratmaqla əslində Ermənistan cəmiyyətinə ciddi mesajlar verməyə başladıq və sizin də qeyd etdiyiniz kimi artıq Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsi faktı təsdiq olundu. Bu artıq ondan xəbər verir ki, Azərbaycan dövləti, Ermənistan dövləti, Azərbaycan cəmiyyəti, Ermənistan cəmiyyəti arasında həm də o, yəqin ki, siz də xatırlayırsınız, vətəndaş cəmiyyətinin üzvlərinin qarşılıqlı səfərləri, vətəndaş cəmiyyətlərimiz arasındakı münasibətlərin inkişaf etdirilməsi artıq sülhün dayanıqlı şəkildə, uzun müddətli bərpa edilməsi üçün ciddi əsaslar yaradır. Mən düşünürəm ki, əslində Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin formalaşdırılması, Azərbaycandan Ermənistana neft və digər məhsulların daşınması, daha sonra Azərbaycan ərazisindən tranzit ölkə kimi Ermənistana bəzi məhsulların daşınmasına Azərbaycanın imkan yaratması ondan xəbər verir ki, Azərbaycan bu məsələdə israrlıdır. Azərbaycan birmənalı şəkildə sülhü istəyir və əməkdaşlığı inkişaf etdirmək, münasibətləri normallaşdırmaq istəyir. Bu iqtisadi təmas Ermənistanla sülh müqaviləsinin imzalanmasına müsbət təsir göstərəcəkmi? Təbii, bu elə ona hesablanmış addımdır. Əgər uzun müddət aralarında münaqişə olan dövlətlər artıq ticarət dövriyyəsi formalaşdıra bilirlərsə, artıq qarşılıqlı şəkildə iqtisadi və digər əlaqələrin bərpa edilməsi istiqamətində addımlar atırlarsa, o halda təbii ki, o dövlətlər arasında sülh artıq real görünür. Sadəcə indi bəzi mane olan məqamlar var, hansılardır. Məsələn, bugün biz bilirik ki, Ermənistanda seçki öncəsi proseslər baş verir və Ermənistan vətəndaş cəmiyyəti, Ermənistan vətəndaşı və seçicisi doğru istiqamətdə səsindən istifadə etməlidir, seçimini düzgün etməlidir və o revanşist qüvvələri hakimiyyətə yaxın buraxmamaq istiqamətində öz mövqeyini qəti şəkildə ortaya qoymalıdır. Təbii ki, bu onların daxili məsələsi olsa da, yekununda Azərbaycanla münasibətlərə təsir edirsə, təbii ki, bizim də mövqeyimiz olmalıdır ortada. Bu baxımdan mən düşünürəm ki, bəli, bu sülh prosesində xidmət edən addımdır. İqtisadi münasibətlərin formalaşması, artıq ticarət dövriyyəsinin bərpa edilməsi ondan xəbər verir ki, heç vaxt Azərbaycanla Ermənistan arasında müstəqillik dönəmində olmayan münasibətləri biz bərpa edə bilmişiksə, deməli, biz sülhdən danışa bilərik, biz sülh sahəsini imzalaya bilərik. Sadəcə indi Ermənistanın üzərinə missiya var ki, Ermənistan öz konstitusiyasına dəyişikliklər etməlidir seçkidən sonra və həmin konstitusiyada artıq Nikol Paşinyanın da qeyd etdiyi kimi o konstitusiyada Azərbaycanla Ermənistan arasında münasibətlərə, sülhə ciddi maneçilik törədən
o münaqişə məqamları ortadan qaldırılmalıdır. Rusiyanın Azər'a kompensasiya ödəməyə razı olması sizcə Azərbaycan diplomatiyasının növbəti qələbəsidirmi? Təbii, bilirsinizmi, bu artıq 2024-cü ilin dekabrın 25-də baş verən o hadisədən təxminən 1 il yarıma qədər vaxt keçib. 1 il 3 ay, 4 ay müddətində Azərbaycan öz o haqlı mövqeyindən zərrə qədər olsun geriyə addım atmayıb. Biz elə o gündən bu günə qədər Azərbaycan prezidentinin Rusiyada baş tutan o tədbirlərə getməməsi, Rusiya prezidenti ilə keçirilən görüşdə açıq şəkildə Azərbaycan xalqının, Azərbaycan dövlətinin mövqeyindən çıxış etməsi və bizim gözləntilərimizi təkrar Rusiya dövlətinin rəhbərinin diqqətinə çatdırması və dəfələrlə digər rəsmi şəxslər tərəfindən Azərbaycanın haqlı tələblərinin, yəni Rusiya ilə Azərbaycan arasında münasibətləri bərpa etmək istəyirlərsə, o təyyarə hadisəsinə görə məsuliyyət daşımalı olan şəxslərin məsuliyyətə cəlb edilməsi, Azərbaycandan rəsmi qaydada üzrün istənilməsi, həm Azərbaycan xalqının o nümayəndələri ki, orada deməli şəhid olublar, onların ailə üzvlərinə eyni zamanda sağlamlığına xəsarət yetirilmişdir. Həmin o şəxslərə kompensasiya ödənilməlidir. Eyni zamanda da Azərbaycan dövlətinə, o hava gəmisinin, təyyarənin Azərbaycan hava yollarına məxsus olduğuna görə Azərbaycan dövlətinə də kompensasiya ödənilməlidir. Bax, bu haqlı tələblər bizim özümüzdən uydurduğumuz tələblər deyil. 1943-cü il Chicago konvensiyası var. O konvensiyaya əsaslanırıq. Çünki Rusiya da o konvensiyaya qoşulub, Azərbaycan da o konvensiyaya qoşulub və Chicago konvensiyasının tələblərinə görə Rusiya Azərbaycana bu addımları atmalıdır. Rusiya tərəfi uzun müddət bu prosesi uzatdı, amma indi Rusiya tərəfindən bu addımın atılması artıq onlarda Azərbaycanla münasibətlərin bərpa edilməsindəki o səmimiyyəti görmək istiqamətində bir reallıq ortaya qoyur. Mən düşünürəm ki, əslində bu addımlar atılacaqsa, kompensasiya ödəniləcəksə, artıq Azərbaycanla Rusiya arasında münasibətlərin bərpa edilməsinə, tam şəkildə normallaşmasına, əvvəlki vəziyyətə gəlməsinə mane olan hər hansı bir amil olmayacaq. Xəyal müəllim, son illərdə Azərbaycanın xarici siyasətində hansı regionlar ön plana çıxıb? Əslində, 2-ci Qarabağ müharibəsindən sonra bizimlə əməkdaşlıq etmək istəyən müxtəlif regiondan olan dövlətlərin şahidi oluruq. Məsələn, Mərkəzi Asiya dövlətləri, məsələn, Yaxın Şərqdən olan bəzi dövlətlər, məsələn, Şərqi Avropa ölkələri və mən düşünürəm ki, əslində bu dövlətlərin Azərbaycanla əməkdaşlıq etmək niyyətlərində o artımı biz onunla əlaqələndirə bilərik ki, Azərbaycanın keçmiş o münaqişəni sülh yolu ilə həll edə bilməməsinə baxmayaraq güc yolu ilə həll etməsi və qısa müddət ərzində münaqişənin həllinə nail olması Azərbaycanın xarici siyasətində, diplomatiyasında uğurlarını ortaya qoydu. Eyni zamanda Azərbaycanın gücünü ortaya qoydu. Azərbaycan silahlı qüvvələrinin potensialını ortaya qoydu və təbii ki, bizimlə bu istiqamətdə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı çoxdur. Həm hərbi istiqamətdə, həm ümumiyyətlə siyasi və diplomatik istiqamətdə, iqtisadi deməli segmentlərdə Azərbaycanla münasibətləri inkişaf etdirmək, əməkdaşlığını artırmaq istəyən dövlətlər çoxdur və bura biz mən düşünürəm ki, Türk Dövlətləri Təşkilatına aid olan Mərkəzi Asiya dövlətlərinə aid edə bilərik ki, həmin o dövlətlər onsuz da bizim münasibətlərimiz kifayət qədər inkişaf etmişdi, amma bu prosesdən sonra artıq Azərbaycanla münasibətlərdə onların daha həvəsli görünməsi, qarşılıqlı şəkildə səfərlərin trafikinin intensivləşməsi, Azərbaycan prezidentinin Mərkəzi Asiyaya qısa müddət ərzində, bir neçə il ərzində 15-ə qədər səfərlər etməsi, eyni zamanda o dövlətlərin rəhbərlərinin Azərbaycana qarşılıqlı şəkildə səfərlər etməsi ondan xəbər verir ki, Azərbaycanla əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı kifayət qədərdir. O cümlədən də Yaxın Şərqdə, məsələn, baxın, Sülh Şurası yaradıldı. Amerika Birləşmiş Ştatları kimi okeanın o tayında olan dövlətin rəhbəri Azərbaycanın Sülh Şurasına dəvət etdi. Çünki Azərbaycan bir sülhə, real sülhə nail olub və o sülhə ki, o sülh ümumiyyətlə üfüqdə görünmürdü. Azərbaycan keçmiş o münaqişəni danışıqlar yolu ilə həll etməyə nail olmağa çalışsa da, amma buna nail olmadan, amma qısa müddət ərzində müharibə yolu ilə, güc yolu ilə o münaqişənin həllinə nail oldu və artıq sülh prosesini də reallaşdırmaq istiqamətində ciddi addımlar atıb və biz bu prosesin bəzi hissəsini bir qismi ilə Amerika Birləşmiş Ştatlarının iştirakı ilə həyata keçirdik. O baxımdan mən düşünürəm ki, fərqi yoxdur. Regiondan asılı olmayaraq Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyən dövlətlərin kifayət qədər sayı gündən-günə artmaqdadır və bu da əslində Azərbaycanın maraqlarına, Azərbaycanın xarici siyasətdəki nüfuzuna müsbət təsir göstərir. Xəyal müəllim, Azərbaycan və Türkiyə müttəfiqliyi balanslı siyasətə necə təsir edir? Bizim ümumiyyətlə bir millət iki dövlət siyasəti ilə yanaşdığımız Türkiyə ilə beynəlxalq aləmdə elə bir mövzu yoxdur ki, fikir ayrılıqlarımız olsun. Yəni, bu çox az sayda dövlətlərə nəsib olan bir siyasətdir. Çünki bu siyasətin əsası möhkəm təməllər üzərində qurulub. Və baxın, Rusiya ilə Ukrayna da qardaş xalqlardır, amma bugün 5 ilə yaxındır ki, müharibədə bir-birlərini qırırlar və amansız müharibə hər iki tərəfi taqətdən salıb. Bu baxımda mən düşünürəm ki, müqayisə edəndə görürük ki, Azərbaycanın yürütdüyü siyasət və bu siyasətə Türkiyə tərəfinin verdiyi o qarşılıq
adekvat yanaşma tərzi ortaya qoyulması, real prizmadan çıxışların edilməsi ona gətirib çıxarıb ki, artıq biz Türk dünyasını bir çətir altında birləşdirməyə nail olmuşuq. Yəni, bu Azərbaycanın və Türkiyənin təşəbbüsü ilə ortaya qoyulmuş bir formatdır ki, bugün artıq böyük bir coğrafiyanı və yüz milyonlarla xalqları birləşdirən, Türk xalqlarını birləşdirən böyük bir platformadır və bu platforma çərçivəsində görüşlərin, intensiv təmasların artması artıq Türk coğrafiyasını və onun üzərində qurulan o Türk Dövlətləri Təşkilatının dünyada ciddi bir subyektə çevrilməsi istiqamətində reallıqları ortaya qoyur. Bu baxımdan mən düşünürəm ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər həm balanslı siyasət baxımından, həm də qarşılıqlı şəkildə maraqlara tam şəkildə hörmət edilməsi, qarşılıqlı maraqların qorunması, bir tərəfə münasibətdə hər hansı bir mənfi meylə qarşı açıq şəkildə mövqe ortaya qoyulması həm Azərbaycana münasibətdə, həm Türkiyə münasibətdə açıq şəkildə müşahidə etdiyimiz bir siyasətdir ki, bu da hər iki tərəfin maraqlarına xidmət edir. Sağ olun Xəyam müəllim. Sağ olun, mən sizə təşəkkür edirəm. Belə əziz tamaşaçılar, İki Sahil İnternet Televiziyasının efirində növbəti verilişimiz başa çatdı. Sağ olun, salamat qalın.